Salam dostlar, salam əziz qardaş və bacılar. Bu günləri qısa video çəkmək istəyirəm sizə görə. Mənim əzizlərim, nevrozdan danışacağıq. Bizim mövzumuz, yəni bilirsiniz ki, mən nevrozun mütəxəssisiyəm. Özüm də nevroz olmuşam. Bu beynəlxalq, yəni arenasında mövcuddur. Bizim Azərbaycanda bəlkə yoxdur, sizə şey gələ bilər, bir təhər gələ bilər və bəziləriniz var ki, yazırsınız, bu özü nevrozdur, nə bilim filandır, bəs məkandır. Bunu bilməlisiniz. Dünyada statistikada ən ağıllı insanlar kimdir? Keçmiş nevrozlar. Yadınızda salın. Və mən dediyim kimi, yadınızda saxlayın. Nevroz elə belə xəstəlik deyil, smart xəstəlikdir. Smart xəstəlikdir. Nevrozu hər adam tuta bilmir. Anlatabildim mi? Yəni, bu ay keçmiş belə gəldi, filan belə getdi. Siz uşaqlıqdan belə əziyyətlə artıq böyümüş insanlarsınız. Anlatabildim mi? Bu xəstəlik ancaq güclü adamlardadır. Bu xəstəlik ancaq ağıllı adamlardadır. Tamam mı? Dediyim kimi, dünyanın alimlərinin 70%-i nevrozdur. 70%. Даже Ellison özü də, Albert Ellison ABC sxemini yaradıb, dediyim kimi ticarətdən, küçə ticarətindən başlayıb, yazıçılıq ittifaqına girib, nə bilim, onu eləyib, bunu eləyib, min dənə işlər görüb, axırda niyə gəlib bu sənətə? Çünki nevroz olub, uşaqlıqdan, oturun onun kitabını oxuyun, biləcəksiniz nə var, nə yox. Bunun təməlini o qoyub, 1955-ci ildə. Tamam mı? Bu adınızın belədir. İndi deyəcəksiniz ki, mənə müraciət eləyəndə deyirsiniz ki, doktor, mənə neçə vaxtda yəni mən sağala bilərəm? Və yaxud, mən heç sağalmıram, 100.000 dənə həkim gəzirəm, filan eləyirəm, hərə bir dənə şey oxuyur mən üçün, mən sağala bilmirəm. Ona görə sağala bilmirsiniz ki, mənim əzizlərim, artıq bilirsiniz ki, nevrozun 3 mərhələsi var. Birinci mərhələ, prodromal mərhələsi. Bu hansı mərhələdir? Birinci stadiya deyirlər buna. Yəni, birinci stadiya yüngül hiss eləyirsən. Yəni, yüngül, həmişə bir ancı belə nəsə narahatçılıq var, keçir gedir. Yenə narahatçılıq var, yenə keçir gedir. Bir müddət itir vəbşi. Nə bilim, panikdə yaşaya bilərsən, amma bir müddət uzaqlaşır səndən. Deyirsiniz, valla yaxşı idim, 3, 4, 5, 10 il bundan qabaq olmuşdum, sonra birdən itdim mən də, 5-6 il olmadı, yenə oldu filan. Bu, həmən o birinci mərhələdir. Prodromal. İkinci mərhələ, artıq telesni proyevleni var, yəni fiziki onu, fiziksel hiss eləyirsiniz, ağrılarınız var və panik atak var. Anlatabildim mi? O həkim psixologların ən sevdiyi mövzudur bu panik atak. Nevroz panik atakdan ibarət deyil. Panik atak normal proyevleniyadır nevrozsun. Anlatabildim mi? O olmasa nevrozun ürəyi cırıq-cırıq olar. Beyni dağım-dağım olar. Buna əmin olun. Nevroz, o psixologlar siz Məlik Məmmədin nağılını danışır, onlar nevroz olmayıblar. Onlar nevroz olsaydılar, rajdiyonlu, bilirsiniz də bunun şey faktoru da var, irsi faktoru da var. Anlatabildim mi? Yəni onlar nevroz olsalar, inandırım sizi, dəyanəti tanıyırdınız. Dəyanəti. Psixoloq idi, ən güclü psixologlardan biri idi. Mənim neçənci illəri idi, 2000 neçənci illəri idi. 2002 idi, 2003 idi. Həmən o dəyanət öz evində özünü asmışdı. Niyə? Ağır depressiv haldaydı. Nevroz deyildi. Bax, indi nevrozlar baxacaq, deyəcək ki, birdən mən də depressiya yaşayıram. Siz nevrozun depressiyasını yaşayırsınız. Adi depressiyanı yaşamırsınız. Adi depressiya ağır məsələdir. Ondan psixologlar işləyirlər. Vaxtında işləmək lazımdır. Bəzən psixologların özlərinə də psixoloq lazım olur. Yüksək kafedralı məsələn psixologlara müraciət edirlər bunlar. Anlatabildim mi? Yəni biz də insanıq. Söhbət ondan getmir. Onu gərək çəkəsən onu, biləsən, o nə olan şeydir. Bax, həmən o psixologlar deyir, sənin özündən asılıdır, sənin uşaqlığın belə oldu, nə oldu, qorxma, panik atak,
mən onu 3 günə filan panik ataka heç müalicə lazım deyil. Panik atak özü də belə bir seansa düzələn, 2 seansa düzələn şeylərdir. Yəni heç gəlməsə belə seansa özü düzələn bir şeydir. Panik atak son pikdir, yəni bu yığılır, bu əzələdən çıxmalıdır. Anlatabilindimmi? Yəni bu çıxmasa adamın ürəyi partlayar. O bu ilə trappalar çəkirsiniz. Bunu çəkmək lazımdır. Bunu dinlə başa salmaq olmur. Yəni elə bir hisslər var ki, nevrozda. Allah hamd olsun, mən dursam, məsələn, elə bir şeylərim olub ki, mən psixoloq, boy güclü bir dənə psixoloq gəlsin, mən onun üçün o şeylər mənə baxar, gözlərini bərəldər. O bilməz onu. Psixoloq açsan psixoloq olur, yaxşı psixoloq olur. Təcrübə yığdıqca, xəstələrlə işlədikcə simptomları tanıyır. Anlatabildim mi? Anadan olan kimi psixoloq olmur, ya da oxumaqla psixoloq olmurlar mənim gözəl həmvətənlərim. Belə olmur. O təcrübə yığdıqca. Necə ki, həkimlər dərmanları ispitat eləyir, yazır sənə, görür, effekt yoxdur, xəstələr təzdən qayıdır, onu dəyişir, bir başqa bir dərman yazır, belə, ucu bilirlər ki, hansı dərman, hansı stadiyalı xəstələr üçündür. Məsələn, OKB üçün başqadır, o birisi üçün başqadır. Yəni, hansı effektlidir deməyim odur. Anlatabildim mi? Hər dərman düşmür ki insana. Bunlar da o cürünə təcrübəni yığırlar. Öz başına kitab oxumaqla olmur. Anlatabildim mi? Yəni, elə bir hisslər var ki, mən o vaxtı mən gedirdim, nevroz məni sudit eləyə bilmirdi. Psixoloq mənlə danışa bilmirdi. Hətta psixoloqun yanında mən olmamışdım. Psixoterapevtlər. Mənlə işləyə bilmirdilər. Çünki mən ondan çox bilirdim hətta. And olsun Allaha. Məndə elə hisslər var idi ki, Rasputin'dır da, yəni özümü buraxmışdım artıq. Ki, görüm hələ bunun sonu nə olur da, qorxduğum şeylər bu həyata keçiriləcək, yoxsa yox, qorxurdum özümü öldürməyə, görüm öldürəcəm, yoxsa yox. Bilə-bilə eləyirdim o hərəkətləri, görüm hələ olur bu. Dəli olmaqdan, görüm dəli olacam, yoxsa yox. Maksimum incidirdim beynimi. Hamısı əsassızdır, mənasız, boş vaxt itkisi. Çətindir çıxmaq, düzdür, müraciət eləməlisən. O sənin, çünki sən düzgün düşünmürsən, sən avtomatik düşüncələrlə işləyirsən deyə yaşayırsan və sən düzgün interpretasiya eləyə bilmirsən və qərarı da düzgün verə bilmirsən. Yerində vermək lazımdır, qərarı verə bilmirsən. Anlatabildim mi? Ona görə müraciət eləyirlər həkimlərə. Həkimlərə deyəndə psixoloqlar azada, psixoterapevtlərə. Anlatabildim mi? Amma simptoma qalanda nevrozlar kimi psixoloq kimdir ki, sənin çəkdiyin, məsələn, əziyyətləri? Mən nəyə görə dilim də var, dilçəyim də var? Çünki mən dünya forumunda iştirak eləmişəm. Dünya forumunda mən hələ orada 90 yaşında kişilər də olub, beynəlxalq şeyində də, dünyadan. 90 yaşında nevroz olub. O simptomlarını danışır, 20 neçə yaşından bu xəstə olub da, danışır orada, bıvşi nevrozlardır, yəni keçmiş nevrozlar. Danışır, mən özümdə o simptomu görməmişəm, mən özümdə olan simptoma hələ rast gəlməmişəm, qardaşlar. Anlatabildim mi? Yoxdur elə bir simptom, mən onu bilməyim. Yoxdur. Bircə sterik nevrozdan sonra. Steriklər də bilirsiniz, qadınlarda olur, onlar aferistlər ona görə. Vнимание istəyirlər deyə belə cəlb olunsun da, yəni hamının fikri bunda olsun da, onlar belə şeyləri sevirlər və güya bunun ürəyi getdi, güya isterikdir də, belə bir xüsusiyyətləri var. Anlatabildim mi? O məndə yoxdur, yəni. O xəssiyyətlə bağlı olan bir şeydir, hətta o məndə yoxdur. İkinci mərhələ akut. Üçüncü mərhələ xronikidir mənim əzizlərim. Deyirsiniz ki, mən nə edirəm, sağalmıram. Nə edirəm, nə əziyyət? Bu, uzun müddətli prosesdir. Uzun müddət. Çünki siz artıq beyninizi, davranışınızı, hamısını da, bütün opşuluğunuzu vərdiş halına gətirib çıxartmışsınız. Vərdiş eləmişsiniz. Özünüzü günahlandırmaq, öz güvənliyin olmamaq, samatsenka 0. Anlatabildim mi? Keçmiş pastayanı çeyinirsiniz, onu keçmişlə yaşayırsınız. Anlatabildim mi? Yəni,
mən bunu bacarmaram, yox, bu mənlik deyil, filan nədir, filan kəs mənə 10 il bundan qabaq söz demişdi. O görəsən nə mənada dedi mənə. Bu düşüncələrlə o qədər ki, ona nəvəsçi мысli deyirlər. O qədər eləmsiz, belə yoxlamaq, ürəklə, bura, həkimə, cırta, pırta, filan, səhər durub, güzgəyə baxmaq, görüm harada nə var, rəngim necədir, gözlərim içi necədir, dilim necədir, filan necədir. Bunu o qədər eləmsiz, artıq vərdişdir. Anlatabildim mi? Sigaret kimi bir şeydir. Sigareti də tərk edəndə, zülmdən tərk edirsən də. Bu da həmən şeydir. Anlatabildim mi? Burada kompleks şəklində işləmək lazımdır artıq. Xroniki xəstədir bu. Anlatabildim mi? Mənim əzizlərim, nevrozun olan şeydir. Nə suallarınız olsa gözləyirəm, kommentariyada yazın. Cavab verəcəm. WhatsApp-ımda 24 saat sizin üçün konsultasiya tam təmənnasızdır. Diaqnoz tam təmənnasızdır. 490 24 24 055 ilə. Sağ olun, salamat qalın.